Növbəti məsələnin həllinə baxaq, amma sizdən xahişim odur ki, özünüz də məsələ yazarkən əvvəlcə məsələnin şərtini diqqətlə oxuyun. Diqqətlə oxusanız ağlınıza bəzi gediş yolları gələcək. Baxın, bizə deyir ki, kalsium və maqneziumdan ibarət 16 qram qarışığın, artıq davamını oxumadan baxırıq ki, kalsium və maqneziumdan ibarət qarışıq deyirsə, biz bunları nə edəcəyik? Sadəcə alt-alta yazırıq. Kalsium və maqneziumdan ibarət qarışıqdır və bunlar ikisi birlikdə neçə qramdır? 16 qramdır. Sonra deyir, artıq miqdarda götürülmüş xlorid turşusu ilə reaksiyasından. Baxırıq ki, əziz şagirdlər, bunların hər ikisi xlorid turşusuna reaksiyaya girəcək. Düzdürmü? Yəni pasiv deyirlər də, hamısı, yəni ikisi də hidrogen çıxarda biləcək. Burada alınır kalsium xloriki, üstə gəlinsin hidrogen. Burada isə maqnezium xlorid, üstə gəlinsin hidrogen. Əmsallaşdırdıq. Davam edirik nəyə? Və deyir ki, xlorid turşusu reaksiyasından 0,6 mol hidrogen alınıb. Bu qarışıqda neçə qram kalsium olmuşdu? Baxın, biz kalsiumdan maqneziumun sadəcə ikisinin birlikdə 16 qram olduğunu bilirik və hidrogenlərin mollarının da ikisinin birlikdə 0,6 olduğunu bilirik. Bu zaman nə edəcəyik? Kalsiumu da x ilə işarə eləyək, hidrogeni də x ilə işarə eləyək. Düşək, maqneziumu da y ilə işarə eləyək və eyni zamanda hidrogeni də y ilə işarə eləyək. Baxın, bizə kalsiumun və maqneziumun qramla verdiyinə görə biz bu x və y-i onların A yerinə vuracaq. Yəni, kalsium 40 qramdır. 40-ı x-ə vuranda eləyəcək 40x. Üstə gəlinsin. Maqnezium 24 qramdır. Onu da y-ə vuranda eləyəcək 24y. Cəmi nə qədərdir? 16 qram. Hidrogen isə sadəcə mol sayılardır. Yəni, x-in üstünə y gəlib, nə eləyəcək? 0,6-nı alırıq. Bu sistem tənliyi həll eləyəndə, əgər ikinci tərəfi mənfi 40-a vursaq, burada olacaq 40x üstə gəlinsin 24y bərabərdir 16-ya və mənfi 40x çıxılsın 40y bərabərdir mənfi 24-ə. Bildiyimiz kimi bunlar gedir, 40-dan 24-ün çıxırıq 16y və bərabərdir 8-ə. Y də bərabərdir neçə? 0,5 olur. Əgər y-imiz 0,5 olursa, x üstə gəl y düsturunda, yəni daha doğrusu tənliyində, y-in yerinə 0,5 qoyub 0,6-ya bərabər eləsək, x-imizi 0,1 almış oluruq. Deməli, kalsiumumuz 0,1 kalsiumdur, maqneziumumuz isə 0,5 maqneziumdur. Və bizdən kütlə soruşduğu üçün bilirik ki, kütlə soruşanda əmsalı, molunu, yəni ayrı vurmalıyıq. Bu zaman eləyəcək 4 qram kalsium. Maqneziumu hesablasaq isə 0,5 vurulsun maqneziumun ayrı, yəni 24 bərabərdir 12 qram olur. Cavabımız bizim burada kalsiumu soruşduğuna görə 4 qramdır.